Dostlar, bugün təbiət 5-ci sinif 5-ci sinif bölmə 1 də mövzu 8-i izah edəcəm. Əvvəlcə gəlin bu mövzuda oxuyaq ki, məlumatımız olsun. İnsan orqanizmi necə idarə olunur? Gəlin oxuyaq. Müasir dövrdə internetdən demək olar ki, dünyanın bütün ölkələrində geniş istifadə olunur. Nəticədə müxtəlif kompüterlər arasında qarşılıqlı əlaqə yaranır. İnformasiya mübadiləsini təmin edən bu şəbəkə vasitəsilə insanlar dünyanın hər yerindən məlumat toplayır, onları emal edir, saxlayır və ötürə bilirlər. İnsanın sinir sistemi də internet kimi orqanizmin daxilində xarici əməliyyatda baş verənlər haqqında məlumat alır. Bu sistem müxtəlif orqanların və orqanlar sisteminin birgə fəaliyyətini təmin edir. İnsanın nitq, yuxu, yaddaş və digər davranışlarını tənzimləyir, özəlliklə də beyin. Sinir sistemi hüceyrələrinə bədənin hər yerində rast gəlmək olar. Bu hüceyrələr orqanlarla beyin arasında qarşılıqlı əlaqəni təmin edən sinir şəbəkələrini formalaşdırır. Sinir sistemi baş beyin, onurğa beyni və onlardan çıxan sinirlərdən ibarətdir. Baş beyin kəllə qutusunda yerləşir. O üzəri qırışlarla örtülmüş boz rəngli orqandır. Baş beyin bədənin bütün hissələrindən gələn məlumatları qəbul edir və orqanizmin nə edəcəyini qərar verir. Özəlliklə də boz rəngi daha çox aydın olur. Ayırt edilir də. Onurğa beyni baş beyindən başlayıb bədənin arxa nahiyəsi boyunca uzanır. O nazik, uzun boru şəkilli orqandır. Onurğa beyni baş beyin və bədənin digər hissələrinin işini əlaqələndirir. 5 duyğudan istifadə edərək biz ətraf mühit haqqında daha çox informasiya əldə edirik. Qoxu, dad, dəri, eşitmə, görmə. Qoxu hər hansısa bir maddələrin iyini almaq üçündür. Alma qabiliyyətidir. Dad, görmə, eşitmə və dəri də var. Dad da hansısa bir qidanı yedikdə onun dadını hiss edirik. Görmə, əşyaları, obyektləri biz görmə qabiliyyəti ilə görürük. Eşitmə, ətraf mühitdəki bütün səsləri biz eşitmə qabiliyyəti ilə eşidirik. Dəri müxtəlif əşyaları, maddələri, cisimləri götürməyi dəri vasitəsilə eləyə bilirik. Orqanizmin normal fəaliyyətini təmin etmək üçün müxtəlif orqanlar sistemi birlikdə işləyir. Bilirsiniz ki, skelet və əzələ sisteminin birgə işi nəticəsində bədənimiz hərəkət edə bilir. Bu sistemlərin birgə fəaliyyətini beynimiz idarə edir. Beyin isə orqanlar sisteminə nə edəcəkləri barədə ünvanlı əmrlər verir. Yəni ki, beyin bizə siqnal verir, nə etməliyik deyə. Məsələn, mənim görmə və qoxu orqanlarım baş beyinə məlumat göndərir ki, bu çox sendviç dadlıdır, mən bu sendviçi yemək istəyirəm. Buna beyin siqnal göndərir. Baş beynim əl əzələlərimə göstərir ki, sendviçi götürüm və ağzıma tərəf aparım. İndi həzm sistemim bu sendviçi daha sadə birləşmələri parçalamağa başlayacaq. Bu fəaliyyəti isə deyə bilərəm, o sendviçi yeyir. Sendviçi yeyəndə dişlər, ağızdakı dişlər onu daha sadə parçalara xırdalayır və dil suyu ilə, ağız suyu ilə qarışır və onu udur və o da mədəyə kimi mədədə həzm olunur. Biliklərin yoxlanılması. Sinir sisteminin nə kimi əhəmiyyəti vardır? Yəni, nə deməkdir? Sinir sistemi heyvanlar təkamül etdikcə onlarda qıcığa qarşı yaranan reaksiyalar mürəkkəbləşmiş və nəticədə həmin reaksiyaları yerinə yetirən və orqanizmin işini qaydaya salan xüsusi elementlərdir. Baş beyin harda yerləşir? Baş beyin kəllə boşluğunun içərisində yerləşir. Necə düşünürsünüz? Ətraf mühit haqqında informasiyaları hansı orqanlar vasitəsilə əldə edirik? Biz bu informasiyaları məsələn öyrənirik. Bu öyrənmək vasitəsilə də bizim beynimizə girməlidir deyə burada cavab beyindir. Bir də
2 də cavab kəllə boşluğunun içərisində, 3-də isə beyin vasitəsilə. Sağ olun dostlar. Digər mövzumuza qədər görüşənədək, digər mövzumuzda isə xülasəni başa salacağam və ikinci bölməmizə keçəcəyik. Bu mövzu haqqında nə başa düşməmisinizsə, hamısını mənə deyə bilərsiniz. Yorumlara rəy bildirə bilərsiniz. Sağ olun.